digər yandan Avropa İttifaqında ciddi islahatlar gündəmdədir. Almaniyanın Xarici İşlər Naziri Johann Vadefulun təklifləri artıq Avropa paytaxtlarında geniş müzakirə olunur. Berlinin təklif etdiyi bu yeni model ittifaq daxilində hansı reaksiyalara səbəb olub? Ətraflı Berlindən xüsusi müxbirimiz Günay Məmmədova məlumat verir. Berlinin islahat təklifləri bugün Avropa siyasi mühitində əsas müzakirə mövzusudur. Johann Vadefulun açıqladığı 6 maddəlik plan artıq müxtəlif paytaxtlarda fərqli reaksiyalarla qarşılanıb. Hazırda əsas sual budur. Avropa İttifaqı daxilindəki bu narazılıqlar Almaniyanın təklif etdiyi yeni modelə necə təsir eləyəcək? Məsələ burasındadır ki, rəsmi Berlinin bu təşəbbüsü heç də hamı tərəfindən eyni dərəcədə rəğbətlə qarşılanmadı. Almaniya tərəfdar toplamağa çalışsa da, bəzi kiçik üz dövlətlər veto hüququndan imtina etməyən onların səsini zəiflədəcəyindən narahatdır. Siyasi kulislərdə bu daha çox Macarıstanın blokada siyasətinə qarşı atılmış konkret bir addım kimi qiymətləndirilir. Xatırladım ki, Xarici İşlər Naziri Johann Vadeful ittifaqın xarici siyasət məsələlərində yekdilik prinsipindən səs çoxluğu sisteminə keçməsini təklif eləmişdi. Kansler Merz də bu planı dəstəkləyir və o dedi ki, islahatlar olmadan birliyin genişlənməsi real görünmür. Əslində burada söhbət Avropanın qərar qəbul etmə mexanizminin sürətləndirilməsindən gedir. Almaniya başa düşür ki, indiki bürokratik ləngimələr ittifaqı qlobal rəqabətdə zəiflədir. Hazırda Berlində əsas diqqət Avropa İttifaqı daxilindəki digər deməli ölkələrin, xüsusən də Fransa və Polşanın bu plana verəcəyi rəsmi cavaba yönəlib. Almaniya tərəfi yaxşı anlayır ki, veto hüququndan ləğvə kimi həssas bir məsələdə ortaq məxrəcə gəlmək asan olmayacaq. Lakin rəsmi Berlin bu addımı həm də bir mesaj kimi göndərir. Deməli, Avropa Birliyi indiki strukturunda qala bilməz və islahatlar artıq qaçılmazdır.